İbrahim tək qalıb təvhid qəhrəmanıdır. Həzrət İbrahim əleyhissalam. Dünən oxumuşam, elə bura hazırlaşanda. Cəmaata deyiblər ki, odun qalıyın, bunu atın odunun içinə. Cəbrail əleyhissalam dayanamır, gedir, lax, bilirsən, xəbəbə ki, başın qarışıb. Sənin xəbərin yoxdur ki, bu bir dənə təvhid adamı tək Allahlı zarafat elədim, onu da kəsib çıxardı Allah'ına. Zarafat edirəm, Allah'ın yadından çıxmır. Onlardan ne üçün istihza etdiklərini soruşsan deyərlər. Bəlkə başın qarışıb. Sənin xəbərin yoxdur ki, bu bir dənə təvhid adamı tək Allahlı zarafat elədim, onu da kəsib çıxardı Allah'ına. Zarafat edirəm, Allah'ın yadından çıxmır. Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq. De ki, Allaha, onun ayələrinə və onun elçisinə istihza mı edirsiniz? Üzrxahlıq etməyin. İman gətirdikdən sonra artıq kafir oldunuz.